Bəzən görürsən ki, valideyn öz evladına bir dəfə nəsihət edir, 2 dəfə nəsihət edir, 3 dəfə nəsihət edir və artıq 3-cü dəfədən, 4-cü dəfədən sonra baxırsan ki, insanda həvəssizlik yaranır. Həvəsdən düşür və uşağın başını buraxır. Ona nəsihət eləmir, ona tövsiyə eləmir və nəsihəti tərk edir və nəsihət tərk etdiyi zaman da baxırsan ki, uşaq ona nəsihət olunmadığı üçün yəni yolda düz gedə bacarmır. Ona görə insan mütləq nəsihət etməlidir. Evladı üçün nəsihət etməlidir. Və bir dəfə nəsihət etmə, əgər əməl etmədisə və de ki, inşallah gələn dəfə, o birisi dəfə nəsihət edəndə hidayətə gələr. Və sonra hidayət olmaz. Sonra nəsihət edəndə hidayət olmaz. Hər dəfə insan bunu fikirləşərək öz evladı üçün nəsihət etməlidir, tövsiyə etməlidir. Yəni bunu tərk etməməlidir. Baxsaq Peyğəmbər sallallahu aleyhi və səlləm cavan oğlanın sinəsinə əlini qoyur, belə bir dua edir. Allahum məğfir zənbəhu, Allahum onun günahını bağışla və tahhir qalbəhu, qəlbini təmizlə və əhsin fərcəhu və onu zinadan qoru. Və Şeyx Abdurrazzaq burada gətirir ki və deyir ki, bugünkü günün cavanları elə fitnə ilə qarşı-qarşıyadılar ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtındakı səhabələr belə fitnə görməmişdilər. Belə fitnə görməmişlər. Bugün çünki istəyən günaha rahat bir şəkildə əl çatır. Ona görə hər tərəf fitnədir. Yəni baxırsan ki, nəsihət edən nəinki azdır, nəsihət edən demək olar ki, yoxdur. Uşaq üçün yəni yaxşı, salih bir dost tapmaq mümkün deyil.